həll edək. Biz işimizi sevirik. Sevgi ilə yanaşırıq. Sevgi ilə yanaşılan hər bir iş məsuldar və faydalı olur. Və işlərinizi qısa müddət ərzində həll olunmasının zəmanətini veririk. Sizlərə bu sahədə xidmət göstərmək bizə həqiqətən də zövq verir. Əlaqə saxlayın, dəyərli dostlar. Gəlin adətimiz üzrə evlə tanış olaq. Demək, çəkilişə ikinci mərtəbədən başlamışam. İkinci mərtəbənin dəhliz sahəsidir. Burada evin mətbəx sahəsidir. İşıqlı bir evdir. Gəlin əsas giriş qapısı ilə tanış olaq. Qarşıda gördüyümüz əsas giriş qapısıdır. Qeyd etdiyim kimi Heydər Əliyev prospektinə 150 metr məsafədə yerləşir. Evə daxil olduqda belə bir dəhliz sahəsi var. Gəlin zirzəmi hissəsi ilə tanış olaq. Sonra ikinci mərtəbə. Ən sonunda da həyəti ilə tanış olub videonu yekunlaşdıraq. Zirzəmi hissəsidir. Betonun qalınlığından evin hansı keyfiyyətdə inşa olunmağını artıq anlamaq mümkündür. Əlavə yay mətbəxi kimi nəzərdə tutulub, əlavə obyekt aça bilərsiniz. Çölə baxır. Zirzəmi hissəsidir. Gəlin hərəkət eləyək ikinci mərtəbəyə. Tam olaraq şəxsi tikili bir evdir. Kupçalı, tam dolu əşyalı. Bugünkü gündə xırda kosmetik xərclərdən əlavə heç bir iş yoxdur bu evdə. Uzun müddət ev 400-ə kirayədə olub, 400 manata kirayədə olub. Hal-hazırda kirayəçi çıxıb, satışa təklif olunduğu üçün mətbəx sahəsi ilə tanış olduq. Geniş bir mətbəx sahəsi var. Soldan davam eləyək. Burada evin yataq otağıdır. İşıqlı geniş bir yataq otağı var. Ev işıqlı evdir. Burada evin qonaq otağıdır. Geniş bir həcmdə qonaq otağı var. Qeyd etdiyim kimi tam dolu əşyalı formada. Xırdalan şəhərində Avparka yaxın Heydər Əliyev prospektinə 100-150 metr məsafədə. Prospekt yoldan 150 metr məsafədə Avpark yaşayış kompleksinə də çox yaxın bir məsafədə yerləşir. Burada isə uşaqlar üçün nəzərdə tutulmuş sonuncu otaq. 3 otaqlı şəxsi tikili qiymət 77.000 manat. 77.000 manat ilkin qiymət nəzərdə tutulub. Real alıcı gəlsin, ev sahibi ilə qiymət danışıq əsnasında müzakirə etmək olar. Burada isə evin sanitar qovşağı, qaz, su, işıq, bütün kommunallar ərazidə fasiləsizdir. Mərkəzi kanalizasiya sisteminə qoşulub. Qiymət 77.000 manat. Gəlin evin xarici görünüşü ilə də, küçəsi ilə də tanış olaq, videonu yekunlaşdıraq. Qiymət 77.000 manat. Xırdalan şəhərində, baxın, prospekt yol, evin bu formada fasad görünüşü var. Baxın, bu ərazidə evin sənədinə daxildir. Ev sahibinindir. Avtomobil saxlamaq üçün nəzərdə tutub, hasara alınıb, açıq sahə kimi buraxıb. Baxın, gördüyümüz evin küçəsi. Geniş bir küçədir, sərgəli bir küçədir. Ev bundan ibarətdir. Ətraflı əlaqə saxlayın. Sağ olun, salamat qalın.